Naxçıvan Muxtar Respublikası Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi qohum və erkən nikahların yaratdığı fəsadlar mövzusunda maarifləndirici tədbirləri davam etdirir. Bu mövzuda növbəti görüş Babək rayonunun Məzrəkən Tam Orta Məktəbində keçirilib. Tədbirdə bildirilib ki, erkən yaşda qurulan nikahlar ailə məsuliyyətinin tam dərk olunmaması səbəbindən müxtəlif problemlərə gətirib çıxarır. Qohum nikahları ailə daxili münasibətlərdə gərginlik və münaqişə ehtimalını artırır. Qeyd olunub ki, belə hallar cəmiyyətin sosial sabitliyinə mənfi təsir göstərir və sağlam ailə modelinin formalaşmasına mane olur. Vurğulanıb ki, erkən nikahlar təhsilin yarımçıq qalmasına, gənclərin isə intellektual potensialını tam reallaşdıra bilməmələrinə səbəb olur. Təhsil imkanlarından məhrum olan şəxslərin gələcəkdə cəmiyyət üçün faydalı və müstəqil fərd kimi formalaşması çətinləşir. Bu isə ümumilikdə cəmiyyətin inkişafına mənfi təsir göstərir. Tədbir diskussiya şəklində davam edib, mövzu ilə əlaqədar sorğu keçirilib, broşürlər paylanıb, posterlər isə elan lövhəsinə yerləşdirilib. Tərlan İbrahimova, Sura Bəşirova, Namiq Abbasov, NTV Xəbər.